Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz, hər birinizi ali təcvid dərslərində xoş gördük. Dördüncü dərsimizdə çatdıq vəsl həmzəsinə, yəni birləşdirici həmzəyə. Birləşdirici həmzənin tərifinə daxil olmazdan öncə inşallah giriş edək, siz daha da gözəl şəkildə birləşdirici həmzə haqqında fikir formalaşdıra biləsiniz. Ərəb dilində heç bir söz hərəkə və vəqf olunduğu kimi heç bir zaman da sakin və ya təşdidlə başlamır. Bundan əlavə, ərəb dilində hərəkəli hərflə başlayan sözlərdən başqa bir çox sözlər də vardır ki, sakin və ya təşdidlə başlayır. İlk qrupa aid olan sözlər, məsələn, əxəzu, sirati, muhsinunə, imani, bunlar hərəkə ilə başlayan sözlərdir. İkinci qrupa aid olan misallar, yəni sakinlə başlayan, məsələn, nusurni, təxəzu, l-qamaru, hibbitu. Baxın, oxumaq da çox çətin və qeyri-mümkündür. Birinci qrup sözləri tələffüz edən zaman heç bir çətinlik olmadı və hiss də etmədik. Amma ikinci qrup sözlər tələffüz edilərkən onlardan əvvəlki sözlər bu sözlərə vəsl edilməlidir, yəni birləşdirilməlidir. Məsələn, qaləhbitu, Rabbinsurni, thumməttəxəzu. Diqqət etdinizsə, ikinci qrup kəlmələrdə oxuduğumuz sözlər əvvəlində kəlmə gəldikdə bu qaydada gözəl bir şəkildə oxunulur. Amma ərəblər bu sözlərin özündən başlayarkən sakinlə başlama problemin həll etmək üçün onların önünə bir hərəkəli həmzə əlavə ediblər. Baxın, birləşdirici həmzə buradan artıq görünür. Məsələn, əl-qamara, ihbitu, unsurni, ittəxəzu və biz bunların nədən əl-qamara oldu, nədən ihbitu və ya unsurni və ya ittəxəzu oldu, bunları izah etmək üçün mütləq birləşdirici həmzəni tərif edib, tərifdən sonra onların səbəblərini sizə izah edəcəyik. Vəsl həmzəsi. Vəsl həmzəsinə vəsl əlifi də deyilir. Onun heç bir hərəkəsi olmur və sakin və ya təşdidli hərfdən əvvəl işlənir. Sözün əvvəlində bu həmzə oxunur, amma sözün ortasında qüvvədən düşür, yəni tələffüz olunmur. Quran oxuyarkən bir sözü özündən sonra gələn sözdən ayırmadan, aralarında dayanmadan ikisini birləşdirərək birlikdə oxumağa vəsl deyilir, yəni birləşdirmək. Bəzi Quranda vəsl həmzəsinin başında kiçik sad işarəsi qoyulur. Ekranda görürsünüz, bu sad hərfinin əvvəl hissəsidir. Vəsl əlaməti olaraq bu işarədən istifadə olunur. Qeyd etmək lazımdır ki, vəsl həmzəsinin müqabilində qət həmzəsi də mövcuddur. Yəni, vəsl həmzəsi, onun müqabilində qət həmzəsi. Qət həmzəsi nə deməkdir? Bu həmzə sözün əvvəlində gəlir və sözün tərkib hissəsindən hesab olunur. O, üç hərəkədən birinə, yəni ə, i, u malikdir və heç bir zaman silinmir. Məsələn, inni ə'udhu bikə ən əsələkə, inni, i, ə'udhu, ə, bikə ən əsələkə, burada əliflər qət əlifidir və ya Rabbənə lə tuəxidnə in nəsinə əv əxta'nə və ya innə a'taynəkəl kəvthər. Qeyd etdiyimiz kimi vəsl həmzəsi Quranda hərəkəsiz yazılır və qarinin özü hərəkənin növünü təyin etməlidir. Vəsl həmzəsinin hərəkələrinin müəyyənləşdirilməyin yolları ərəb dilində vəsl həmzəsi hər üç növ sözün, yəni isim, feil və ədatların əvvəlində gəlir. 1. Ədat. Vəsl həmzəsinə malik olan yeganə ədat müəyyənlik bildirən əl artiklıdır. Yəni, əlif-ləm birləşməsi. Əslində, əlif-ləmdən olan əlif elə vəsl həmzəsinin özüdür. Bildiyimiz kimi, əlif-lam artiklı olan sözlərin özündən başlayarkən onların əlifi həmişə fəthə olur. Baxın, burada bir məsələni qeyd etmək istəyirəm. Yəni, birləşdirici həmzə nə zaman ə fəthəsi ilə oxunur? Biz buradan başa düşdük ki, əlif-ləm artiklı əgər kəlmənin əvvəlində gələrsə, həmin kəlmə bila qeyd şərtsiz ə səsi ilə oxunacaq. Diqqət edin,
Qulillahu xaliqu kəlməsində əgər biz qul kəlməsini götürsək, Allahu xaliqu, diqqət etdiniz, Allahu kəlməsində əlifləm artiklı ə səsi ilə oxundu. Və ya cunudus səmavat. Cunudus səmavat, cunud kəlməsini götürəriksə, əs-səmavat kəlməsi burada əl artiklı ə səsi ilə oxunacaqdır. Və ya cəaləl qamara, cəalə kəlməsini götürəriksə, o zaman əl-qamara kəlməsi əl artiklı ə səsi ilə oxunacaq. Bəli, biz ədatı izah etdik, indi isə keçirik ismə. İsmin başında gələn vəsl həmzəsi ibtida zamanı kəsrə ilə oxunur. Quranda isimlərin əvvəlində vəsl həmzəsi gəlmişdir. Diqqət edirsiniz, isim qadın, kişi, qız, oğul sözlərində i ilə istifadə olunur. Məsələn, isim imraəti, imrai, ibnəti və ya ibni. Bunlardan əlavə iki sözündə də vəsl həmzəsi vardır. Bu söz kişi, qadın cinsi olaraq müxtəlif formalarda gəlmişdir. Misala diqqət edin, ithnəy, ithnə, ithnətəy, ithnətə, ithnətəyni, ithnəni, ithnətəyni. İndi isə misallara nəzər salaq. Məsih ibn Məryəm, Məryəm ibnətə İmran, Əbu kimrəə, Əmənum rəətə, وَاذْكُرِ اسْمَ رَبِّكَ عِنْدَ اللَّهِ 12 مِنْهُمُ 12 مِنْهُ 12 عَيْنًا وَقَطَّعْنَاهُمُ 12 أَسْبَاطًا أُمَمًا حِينَ الْوَصِيَّةِ 2 ثَانِيَ 2 fəvqətnətəyni. Əziz tələbələr, mən bu misalları onun üçün oxudum ki, siz bu misallarda əgər vəqf etsəniz, o zaman necə başlamaq lazımdır, siz bunları təmrin edib məşq edə bilərsiniz. Məsələn, Məsih ibn Məryəmə kəlməsində Məsih sözünü çıxartsaq burada İbn-u Məryəmə oxunacaq və ya Məryəm ibnətə İmran kəlməsində Məryəm kəlməsini çıxarsaq, olacaq İbnətə İmran. Yəni, bu kəlmələr mütləq i səsi ilə oxunacaq. Bu, bizim ismə olan misallarımız və izahlarımız. İndi isə keçid edirik feillərə. Feillərdə isə birləşdirici həmzə təbii ki, kəlməyə uyğun olaraq və ya belə desək, kəlmənin ortasında olan hərəkəyə uyğun olaraq birləşdirici həmzəyə səs veriləcək, işarə veriləcək. İndi isə gəlin daha artıq izahı sizə təqdim edim. Yuxarıda qeyd olunanlardan başqa Quranda vəsl həmzəsinə malik olan sözlər yalnız feillərdir. Həmin sözlərdən başlayan zaman onların vəsl həmzəsi belə oxunur. Əgər vəsl həmzəsindən sonra gələn ilk hərəkəli hərf fəthəli və ya kəsrə olarsa, vəsl həmzəsi də kəsrə ilə oxunacaq. Amma ilk hərəkəli hərf həmzə olarsa, vəsl həmzəsi də zəmməli olacaq. Feillərdə vəsl həmzəsi heç zaman fəthəli olmur. Bütün feillərin məsdər forması vəsl həmzəsinə malik olduqda kəsrə ilə başlanır. Feillər və feillərin məsdər formalarına aid misallar. Məsələn, fi məftədət oxunan zaman olacaq iftədət. Fəqad ihtədu başlanğıcda olacaq ihtədu. Qaləttəqullah qaləni götürsək olacaq ittəqullah. Rabbənəkşif ikşif. Fəqul nadrib oxunacaq idrib. Yə həmənu ibnu li sarxən İbni li sarxən Rabbin surni unsurni. Diqqət edirsiniz, sakindən sonra ilk gələn hərf zəmməli olduğu üçün olub unsurni və ya ənişkurli olacaq uşkurli.
Ellezîne istud'ifu oxunacaq. Ustud'ifu. Laqad istuhzi'e. Ustuhzi'e. Femen izturra. Uzturra. Misalların sayı çoxdur və siz bunları Qur'an-ı Kərimdən daha da gözəl öyrənmək üçün tapıb məşq edə bilərsiniz. Amma biz burada təbii ki, mühüm qeydləri sizin nəzərinizə çatdırmaq istəyirik. Təbii ki, təcviddə istisna halları var və bu istisna hallar siz təcvid bitənə qədər siz görəcəksiniz ki, bəzən istisna halları olur və bunları sual verirlər adətən tələbələr. Necə etmək lazımdır? Bunları sadəcə olaraq qədəri, yəni istisna hansı qədərdədirsə, həmin feilləri və yaxud da kəlmələri yazırlar və biz onları əzbərləyirik və nəhayətdə Qur'an-ı Kərimdə qabağımıza çıxarkən biz onları düzgün oxuyuruq. İqdu, imdu, ibnu feillərinə biz diqqət etsək və yaxud da itu, imşu, ihdu vəsl həmzəsi zəmmə ilə deyil, kəsrə ilə oxunur. Biz izah etdik ki, orta hərf, yəni üçüncü hərf zəmməli olduğu halda biz feilin əvvəlin zəmmə ilə başlayırıq və burada biz görüntüdə belə görürük ki, kəlmənin üçüncü hərfi, yəni iqdu kəlməsində zəmməlidir, amma burada kəsrə ilə oxunub. Bunun səbəbinə gəldikdə, çünki bu sözlərdə əslində üçüncü hərf kəsrə olmuşdur. Bir sıra morfoloji qaydalara əsasən kəsrə düşmüş və zəmmə onun yerini əvəz etmişdir. Misal olaraq, iqdiyu. Baxın, iqdu kəlməsində olan zəmmə bu sözün kökündə iqdiyu və ya imdiyu, itiyu və s. Bu qaydada bu sözlərin kökü olduğu üçün biz onu əvvəlin kəsrə ilə oxumalıyıq. İkinci qeydimiz sakin həmzə. İ'ti, i'tinə, i'tiyə, i'tu, i'tuni, i'zən. Bu sözlər cümlənin ortasında sakin həmzə ilə, başlanğıcda isə mədli yə ilə oxunur. Məsələn, iti, itinə, itiyə, ituni, izən və s. Və bunu da qeyd edim ki, utuminə sözündən də başlayarkən sakin həmzə mədli vava çevriləcək. Məsələn, utuminə olacaq utuminə. Və üçüncü qeydimizə çatdıq. Quranda feilin əmr formasında olan bu sözlər başlanğıcda kəsrə ilə oxunacaq. Misallara diqqət edin. Thumməl yaqta, liyaqta, thumməl yaqdu, liyaqdu, vəl yufu, liyufu, vəl yattavafu, liyattavafu. Əslində bu sözlərin cümlədəki yerini nəzərə alsaq, həmin sözlərdən başlamaq düzgün deyil. Sadəcə olaraq bunları sizə izah etmək üçün və qarşınıza çıxarkən bunlar haqqında məlumatınızın olmasını istəyirik. Dördüncü, əshabul əykəti kəlməsində oxunacaq əl-əykə, bu qaydada oxunacaq. Beşinci qeydimiz, əgər sual ədatı olan həmzə, vəsl həmzəsi olan feillərin əvvəlində gələrsə, vəsl həmzəsi yazıda belə ləğv olunur və yalnız sual həmzəsi qalır. Diqqət edirsiniz, bu kəlmələrdə ət-təxathum, ət-tala'a, əftara, əstafə, ət-təxathnəhum, əstəkbarta, əstəğfərtə. Məsələn, sual ədatı olan ət-təxathum və yaxud da ət-tala'a və digər misallarda gördüyünüz bu kəlmələr əslində birləşdirici həmzə ilə olan kəlmələrdir və sual ədatı olan əlif gəldikdə birləşdirici həmzə aradan gedir və bu qaydada kəlmələr oxunur və yazılır. Və altıncı qeydimizə keçid edirik. Əgər sual həmzəsi müəyyənlik əl artiklından öncə gələrsə, vəsl həmzəsi ləğv olunmur. Əksinə, mədli əlfə çevrilir. Bu forma Quranda 3 sözdə gəlmişdir. Əz-zəkarayn, əl-ən, Allahu. Səbəbi isə yuxarıdakı sözlərin əslində Allah, əz-zəkarayni, əl-ənə olmasıdır. Və vəsl həmzəsi ləğv olduğu təqdirdə
söz yenidən öz sualsız formasına qayıdır və sual mənasını itirir. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən 3 söz başqa cürdə oxunur. Bu, vəsl həmzəsinin asanlaşdırılmasıdır. Yəni, vəsl həmzəsi mədli əlifə çevrilmir, sadəcə həmzə, nəbrə, yəni itilik sifətini itirir və həmzə ilə mədli əlif arasında olan bir halda tələffüz olunur. Əz-zəkarayni, əl-ənə, Allahu. Və sonuncu qeydimiz, əgər müəyyənlik əl artiklı vəsl həmzəsindən əvvəl gələrsə, vəsl həmzəsi ləğv olunar, sakin ləm isə kəsrə qəbul edər. Bu hal yalnız bir yerdə Hücurat surəsi 11-ci ayə. Bi'səl ismul fusuq kəlməsində oxunacaq. Bi'səl ismul fusuqa. Bu, Quran-ı Kərimdə də bu qaydada yazılmışdır. Və bunun səbəbinə gəldikdə, isim sözündəki vəsl həmzəsi düşdükdən sonra əl artiklının sakin ləm hərfi ilə sım sözünün sakin sin hərfi yanaşı gəlir və iki sakin hərfin yanaşı gəlməsi tələffüzdə çətinlik yaradır. Bu çətinliyi aradan qaldırmaq üçün ləm hərfinə kəsrə verilir. Əl-ismu kəlməsindən başlayarkən iki cür oxumaq olar. Əl-ismu, bir də lismu. İki formanın dəlili budur ki, söz hərəkəli ləmlə başlayarkən vəsl həmzəsinə ehtiyac qalmır. Və çatdıq birləşdirici həmzə, yəni vəsl həmzəsinin sonuna. Ümid edirəm, dərsi diqqətlə izləsəniz, çox asan və sizə faydalı bir dərs olacaq. Gələn dərslərdə görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.